Möhtərəm müsəlmanlar, değerli kardeşler, inşallah bugün Allah'ın bizim üzerimizde en büyük nimetlerinden bir nimet hakkında danışacağız. Her birimiz itiraf edirik ki Allah'ın nimetleri sonsuzdur, sayı hesabı yoktur. Allah Azze ve Celle buyurur ki وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Eğer siz Allah'ın nimetlerini saymak isteseniz, saymaya kalksanız, o nimetleri asla ve asla sayıp bitirebilmezsiniz. Bu nimetlerin başında değerli kardeşler iman nimetidir. Vallahi bu iman nimeti en azametli nimettir. Bu iman nimeti hiç bir mal mülk ile, hiç bir zeka ile, hiç bir ağır ile elde edilen bir şey değildir. Bakın ne kadar zekalı insanlar var ki onlar dörd ayaklı hayvanlara ibadet edirlər. Ne kadar mal mülk sahibi olan insanlar var ki bütlere ibadet edirlər. Sadece imanı, Allah'ı bilmek, tövhidi bilmek iman değildir değerli kardeşler. Bakın şeytan bilir ki kafirdir. Bu Kur'an'la sabittir. İblis kafirdir. Lakin iblis Allah'ı inkar etmiyor. Hatta Kur'an-ı Kerim'de iblis diyor ki فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ اَجْمَعِينَ Deyir ki Rabbim senin izzet ve and olsun ki onların hamısını azdıracağım. Bakın demeli değerli kardeşler sadece bilmek bu iman değildir. Nesi insanlar olmuştur ki hakkı bilipler lakin ondan yüz çevirmiştirler. Bakın Kur'an-ı Kerim'de Allah buyurur ki يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ Onlar onu öz evlatlarını tanıdıkları için tanıyorlar. Tabii ki Yahudiler değerli kardeşler, onlar Peygamberimiz Muhammed Mustafa sallallahu aleyhi ve sellemin bütün sıfatlarını Tevrat'ta bilirdiler. Hatta Peygamberimizi öz evlatlarından daha yaxşı tanıyıp bilirdiler ki o Peygamberdir. Lakin iman getirmediler. Onun içindir ki değerli kardeşler, bu imanı bizi kalbimize koyan Allah'tır. Yani Allah korusun biz iman getirmeseydik halımız nece olardı, hard olardı. Bu Allah'ın bize lütfüdür. Bakın değerli kardeşler Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَلَكِنَّ اللّٰهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانِ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ Allah buyurur ki Allah size imanı sevdirmiş ve sizin kalbinizde onu bezemiştir. Size küfrü, günahı, Allah'a karşı gelmeyi de size pis göstermiştir. Kalbinizde ona nefret yapmıştır. Hakikaten bunlar doğru yolda olanlardır. Bakın Allah Azze ve Celle açık şekilde bize bildirir ki bize imanı sevdiren, kalbimize koyan Allah'tır. Bu ayetten sonra Allah buyurur ki فَضْلًا مِنَ اللّٰهِ وَنِعْمَةً وَاللّٰهُ عَلِيمٌ حَكِيمٌ Bütün bunlar Allah'tan bir lütuf, Allah'tan bir nimettir. Allah bilendir, hikmet sahibidir. Bakın değerli kardeşler bu ayetten de anlıyoruz ki bize verilmiş olan bu nimet Allah'ındır. Allah'tan bize verilmiş olan bir nimettir. Bu nimetin kadrini bilmeliyiz. Bu nimet değerli kardeşler hiçbir ölçüyle ölçülebilmez. Çünkü onun misli yoktur. Bakın başka ayet-i kerimede Allah Azze ve Celle bize bir grup bedeni Ərəblər var idi ki onlar iman getirdiler ve imanlarını Peygamber'e minnet gibi takdim ettiler. Allah Azze ve Celle bu ayeti indirdi buyurdu ki يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا قُلْ لَا تَمُنُّ عَلَيَّ إِسْلَامَكُمْ بَلِ اللّٰهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ اِنْ كُنْتُمْ صَادِقِينَ Allah buyurur ki onlardan İslam'ı kabul edenler sana minnet koyurlar. İslam'ı kabul ettikleri için, Müslüman oldukları için sana minnet ederler. De ki, mənə minnet etmeyin. Eğer doğru değilsinizse, bilin ki, əksine bu Allah'ın sizin nimetidir. Bu Allah'ın size imana yönetmesidir ki, Allah əksinde size minnet eder, minnet koyar. Değerli kardeşler, hakikaten de iman nimeti en əzəmətli nimettir. Dediğimiz gibi hiç bir ağıl ile, hiç bir mal mülk ile elde edilen bir şey değildir. Ona göredir ki, bakın Peygamberimiz bir peygamberler umumiyetle onların duaları müstecaptır. Lakin peygamberler olmasına bakmayarak
o peyğəmbərlərin də sevdiklərindən, qohumlarından, ailəsindən elə kimsələr olmuşdur ki, o peyğəmbərlər diləmişdilər ki, onlar da iman gətirsinlər, lakin Allah Azze ve Celle onlara hidayət etməmişdir, qəlblərinə imanı qoymamışdır. Məsələn, Nuh peyğəmbərin övladlarından bir nəfər, Kənan adında bir oğlu iman gətirmədi. Lakin Nuh peyğəmbər çox istəyirdi ki, onun oğlu da iman gətirsin. Və yaxud da baxırıq İbrahim peyğəmbər öz atası Azərin iman gətirməsini çox diləyirdi. Lakin Allah Azze ve Celle ona hidayət etmədi. Və yaxud da digər peyğəmbərlər və yaxud da Muhammed Mustafa sallallahu aleyhi ve sellem o öz əmisi üçün Allah'tan çox diləyirdi ki, iman gətirsin. Lakin Allah Azze ve Celle onun əmisinə hidayət etmədi. Baxın, Quran-ı Kərimdə Uca Allah buyurur ki, İnnəkə lə təhdi mən əhbəbdə və ləkinnə Allah yəhdi mən yəşə. Ey Peyğəmbər, sən sevdiyin kimsəni hidayətə erdirə bilməzsən, ona doğru yolu göstərə bilməzsən, lakin Allah dilədiyi kimsəyə hidayət edər. Subhanallah. Bizim üçün heç bir Peyğəmbər hidayət diləməmişdir. Lakin Allah Azze ve Celle bizə bu neyməti vermişdir. Dəyərli qardaşlar, bu neymətə sahib olsaq belə, əsla müsəlmanlar arxain olmamalıdırlar. Çünki innəməl ə'məl bil-xəvatim, əməllər xitamlarla ölçülür. Allah'ın bizə vermiş olduğu bu neyməti dəyərləndirməliyik. Baxın, müsəlmanlar hər gün namazlarında, bütün rükətlərdə Fatihə surəsini oxuyurlar. Və o surədə deyirlər ki, İhdinə sıratal müstaqim, bizi doğru yola yönəlt. Sıratəl-ləzînə ən'amtə aleyhim, neymət verdiyin kimsələrə yola yönəlt. Nəyə görə dəyərli qardaşlar? Doğru yolda olsaq belə Allah'tan bunun üçün səbəh diləməliyik. Allah'tan bu neymətin sona qədər var olmasını diləməliyik. Subhanallah, dəyərli qardaşlar, bu çox əzəmətli bir neymətdir. Baxın, Həzrət Ayşəyə sual verirlər ki, Resulullah sallallahu aleyhi ve sellem ən çox hansı zikri edərdi? Allah Resulü Allahümme ya muqallibel qulub səbit qalbi alə dinik duasını daha çox edərdi. Nə deməkdir bu? Ey qəlbləri sevirən Allah, mənim qəlbimi dinində sabit et deyir, subhanallah. Bunu Peyğəmbər deyir, bizə örnək olmalıdır. Onun üzündə dəyərli qardaşlar, bu neymətin qədrini bilib, o sayədə səy göstərməliyik. Baxın, Allah Azze ve Celle qullarından iman gətirib və əmələ salih olan kimsələri məxluqatın ən xeyirlisi etmişdir. Allah Azze ve Celle buyurur ki, İnnəl-ləzîne əmənu və amilus salihət, uləikəhum xayrul bəliyyə. Allah buyurur ki, həqiqətən iman gətirib və əməli salih olanlar, onlar yaradılmışların ən xeyirlisidir. Subhanallah. Bu nəyə göstərir dəyərli qardaşlar? İman ilə əməl eyni yerdə olmalıdır, eyni anda olmalıdır. Bu olarsa bilin ki, o insan kainatda var olan bütün məxluqatdan daha dəyərli, daha şərəfli, daha əzəmətlidir, daha qiymətlidir. Dəyərli qardaşlar, Allah Azze ve Celle bizə iman əhlinin təzləti haqqında Quran-ı Kərimdə çox yerdə bizə xəbər vermişdir. Baxın, bir ayət-i kərimədə Allah buyurur ki, ثُمَّ نُنَجِّي رُسُلَنَا وَالَّذِينَ آمَنُوا كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنْجِ الْمُؤْمِنِينَ. Allah buyurur ki, sonra biz peyğəmbərləri və iman gətirənləri qurtararıq. Beləcə, bu bizim üzərimizdə bir haqdır. Subhanallah. Dəyərli qardaşlar, həqiqətən də iman neyməti ən dəyərli neymətdir və biz bunun fərqinə varmalıyıq ki, Allah Azze ve Celle bizə bunu bəxş etmişdir. Bir hədis-i şərifdə Allah Azze ve Celle buyurur ki, Allah Azze ve Celle dünya malını sevdiyinə də, sevmədiyinə də verər. Lakin imanı sadəcə və sadəcə sevdiyi quluna verər. Onun üçündür ki, bu neyməti qorumaq üçün əlimizdən gəldiyi qədər Allah'tan səbat diləməli və Allah'a şükür etməliyik. Baxın, dəyərli qardaşlar, Quran-ı Kərimdə bizə başqa işarələr də bildirilir ki, ərşi daşıyan böyük, əzəmətli mələklər vardır ki, o mələklər iman gətirənlər üçün durmadan dua edirlər, subhanallah. Görün, necə bir əzəmətli bir şərəfdir iman əhli üçün. Ümumiyyətlə, onu deyəlim ki, ərş Allah'ın yaratmış olduğu ən böyük, ən ağır məxluqdur, ən əzəmətli məxluqdur, ondan böyük məxluq yoxdur. Və onu mütləq deməliyik ki, Allah Azze ve Celle zamanı və məkanı Allah yaratmışdır. Allah zamandan və məkandan münezzəhdir. Ərş Allah'ın qüdrətini göstərir.
və dedi ki, ərş ən əzəmətli varlıqdır. Baxın, bu dünya, ümumiyyətlə, kainat 7 qatdan ibarətdir, 7 səmadan ibarətdir, 7 qatdan ibarətdir və Allah Azza və Cəllə bizə bunun haqqında xəbər vermişdir. Buyurur ki, İnna zeyyennə səmâ'əd dünya bizinətinil qavaqib. Biz dünyanın ən yaxın səmasını sıraqlar ilə, ulduzlar ilə bəzədik. Və alimlər deyirlər ki, bu o deməkdir ki, gecə vaxtı sizin axşam vaxtı gördüyünüz ulduzlar, kainatlar, planetlər hamısı bizim üçün səmanın birinci qatıdır. Və müasir alimlər də deyirlər ki, həqiqətən o qədər əzəmətli böyükdür ki, demək olar ki, bizim üçün bir sonsuzluqdur. Bu 7 qat səma, Rasulullah s.a.v. buyurur ki, 7 qat səma ərşin yanında, səhrada atılan balaca bir üzü kimi bir şeydir, yoxdur artıq, görsənmir. Və Allah Azza və Cəllə bizə o əzəmətli ərşi daşıyan mələklərin iman gətirənlər üçün dua etdiyini bizə xəbər verir. Uca Allah buyurur ki, "Əllezîne yahmilûnel arşe ve men havlehu yusabbihûne bihamdi rabbihim ve yu'minûne bih." Uca Allah buyurur ki, ərşi daşıyan mələklər və onun ətrafında olanlar. Təbii ki, ərşi daşıyan mələklər Quranla sabitdir ki, 8 böyük mələk daşıyır və o böyük mələklər həzin cəhətdən digər mələklərdən ən əzəmətlisidirlər. Və Uca Allah buyurur ki, ərşi daşıyan mələklər və onun ətrafında olanlar. Ətrafında olan mələklər haqqında bizdə bilgi yoxdur, bilmirik. Lakin Uca Allah buyurur ki, ərşi daşıyan mələklər və ətrafında olanlar, onlar Allahı təsbih edib ona həmd edirlər, Rəbbinə təsbih edib həmd edirlər və yu'minûne bihi və Allaha iman gətirirlər və yəstəğfirûne lillezîne âmenû Rabbena vəsi'te kulle şeyin rahmeten və ilmə fəğfir lillezîne təbû və etteba'û səbîlek və qihim azâbel cəhîm. Və həmin o mələklər deyərlər ki, ey Rəbbimiz, iman gətirənləri bağışla, ey Rəbbimiz, iman gətirənləri bağışla, sən, ey Rəbbimiz, hər şeyi rəhmətin və elmin ilə əhatə etmirsən. Baxın, dəyərli qardaşlar, burada bizə xəbər verilir ki, o əzəmətli mələklər Allahı təsbih etməklə yanaşı iman gətirən qullar üçün də Allahdan istiğfar diləyirlər. Bizim vaxtımız yoxdur. Bu ayətdən sonraki ayətdə oxuyarsınız, görəcəksiniz ki, Allah Azza və Cəllə hətta o mələklərin nəinki iman gətirənlərin ailəsi üçün dua edirlər. Onların valideynləri, övladları, zürriyyətləri, onların da bağışlanması və cənnətə, ədin cənnətlərinə daxil olmasını Allahdan diləyirlər bu mələklər. Və fikir verin, bu ayətdə Allah Azza və Cəllə o ərşi daşıyan mələklərin Allaha iman gətirdiyini ayrıca zikr etmişdir. Nəyə görə? Bu, onun üçündür ki, dəyərli qardaşlar, iman gətirmənin nə qədər əzəmətli, şərəfli, dəyərli olduğunu bildirmək üçün. Biz zaten bilirik ki, bütün mələklər Allaha iman gətirirlər. Zaten təsbih edənlər də iman gətirirlər. Lakin Allah Azza və Cəllə özəlliklə zikr etmişdir. Baxın, başqa surədə Uca Allah Saffat surəsində bir surənin içərisində iman neymətinin şərəfli olduğunu bizə peyğəmbərlərə nisbət etməklə bizə bildirir. Uca Allah buyurur ki, Selamun ala Nuhin fil aləmin. Aləmlər içərisində Nuh'a salam olsun. İnnəkə dəlikə nəcizil muhsinin. Biz yaxşılıq edənləri belə mükafatlandırarıq. İnnehu min ibadinəl müminin. O, yəni Nuh peyğəmbər bizim iman gətirən qullarımızdandır. Bu kəlmənin özəlliklə zikr edilməsi peyğəmbərlər üçün şərəfdir, dəyərli qardaşlar. Və həmçinin Uca Allah buyurur ki, Selamun ala İbrahim, İbrahimə salam olsun. Biz yaxşılıq edənləri belə mükafatlandırarıq. Həqiqətən o bizim iman gətirən qullarımızdandır. Sonra buyurur ki, Selamun ala Musa və Harun, Musa və Harun peyğəmbərə salam olsun. Biz yaxşılıq edənləri belə mükafatlandırarıq. Həqiqətən o ikisi Allaha bizim iman gətirən qullarımızdandır. Və yaxud da Uca Allah buyurur ki, Selamun ala İlyasin, İlyasinə salam olsun. Biz beləcə yaxşılıq edən qullarımızı onları mükafatlandırarıq. Həqiqətən o bizim iman gətirən qullarımızdandır. Baxın, bütün bu peyğəmbərlərə Allah Azza və Cəllə özəlliklə ayrıca onların iman gətirən qulları olduğunu bizə xəbər verir. Ki, bilək ki, dəyərli qardaşlar, iman nə qədər şərəfli, nə qədər əzəmətli, nə qədər dəyərli olduğunu biz bilək. Onun üçündür ki, Həsən Basri Allah ondan razı olsun deyir ki, ey iman gətirən qul, sənin halın çox qəribədir. Sən yatağında yatsan belə, ərşi daşıyan mələklər sənin üçün durmadan, sənin üçün Allahdan bağışlanma diləyirlər, subhanallah. Dəyərli qardaşlar, əlimizdə olan bu neymətin dəyərini biləlim.
Bu həqiqətən də çox müəzzəm bir əməldir. Lakin vaxtımız az olduğu üçün inşallah iman neyməti haqqında gələn xütbələr, digər xütbələrdə ardını davam etdirəcəyik. Dəyərli qardaşlar, onun üçündür ki, Allah'tan daim bizi dinində sabit olması üçün onu diləməliyik. Allah'tan bunu diləməliyik. Çünki əsl qurtuluş buradadır. Heç kəs öz əməlinə güvənməsin. Heç kəs öz elminə güvənməsin. Bu iman Allah tərəfindən verilən bir neymətdir. Onu da deməliyik ki, dəyərli qardaşlar, artıq dekabr ayının sonlarına yaxınlaşdıq və ölkəmizdə yeni ili bayram kimi qeyd edirlər. Onu deməliyik ki, dəyərli qardaşlar, bizim dinimizdə sadəcə və sadəcə 2 bayram mövcuddur. Bunun xaricində olan bayramları etmək müsəlmanlara haramdır. Dəyərli qardaşlar, dedik ki, bizim dinimiz kamil dindir. Nöqsan din deyil ki, hansısa millətin, hansısa dinin bayramlarını götürüb özümüzdünki eləyək, onu qeyd edək. Dəyərli qardaşlar, buna diqqət etmək lazımdır. Təbii ki, çox təəssüflər olsun ki, yəni bəzi müsəlmanlar bunu qeyd edirlər, hətta etsələr belə özləri bilərlər, lakin ən azından övladlarına diqqət eləməlidirlər. Təsəvvürünüzə gətirin, bəzi uşaqlar gecə durub, ya səhər durub, Şaxta babaya dua edirlər, subhanallah. Dəyərli qardaşlar, bu o insanların vəbalı valideynlərə gedir. Onun üçündür ki, müsəlmanlar ehtiyatlı olmalıdırlar. Baxın dəyərli qardaşlar, hətta övladlarımız belə olsa, uşaq belə olsa, onlarla zarafat edərkən belə yalan danışmaq olmaz. Bəzi müsəlmanlar elə bilirlər ki, uşaq olduğu üçün yalan danışsan problem yoxdur. Xeyr, əksinə var. Çünki bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm Abdullah bin Amir rəvayət edir ki, mən uşaq idim və Peyğəmbər Əfəndimizin yanında idim. Bir gün anam məni çağırdı, dedi ki, gəl sənə bir şey verəcəyəm. Rasulullah sallallahu aleyhi ve sellem getdi, anasına dedi ki, sən ona nə verəcəksən? Dedi ki, ona xurma verəcəyəm. Dedi ki, əgər verməsəydin xurma, sənə yalan yazacaq idi günah olaraq, subhanallah. Baxın dəyərli qardaşlar, uşaqlar belə olsa, onlarla gərək yalan danışmayasan. Özəlliklə bu xristiyanların bayramlarını qeyd edərkən ona diqqət etməliyik dəyərli qardaşlar. Təbii ki, biz burada likulli məqam məqal, hər bir yerin öz sözü vardır. Biz burada bu şeyləri açıq şəkildə, bəzən səs şəkildə deyə bilirik. Lakin müsəlmanlar hikmətli olmalıdırlar. Çünki bizim millətimiz bilirik ki, bu Sovetin zamanından gözlərini açıb bu bayramı keçiriblər. O adamlar artıq bundan ayrıla bilmirlər. Biz də gərək öz tanıdıqlarımızı, qohumlarımızı xəbərdar edərkən gərək yumuşaq dillə izah edək. Onları anlayaraq izah edək dəyərli qardaşlar. Sərt şəkildə etməyək. Baxın, Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, Ud'u ilə səbili rabbikə bil hikmə vəl-məv'izəl həsənə. Rəbbinin yoluna gözəl öyüd, nəsihət və hikmət ilə dəvət etdirir Allah Azze ve Celle. Biz hər zaman bu misalı veririk ki, Allah Azze ve Celle Musa Peyğəmbər ilə Harun Peyğəmbərə ən böyük tağut olan Firavuna göndərdiyi zaman buyurur ki, İzhəb ilə Firavuna innehu tağa. Get Firavunun yanına, o həddini aşmışdır. Fəqulə ləhu qavlən leyyinə ləalləhu yetəzəkkərə və yaxşə. Ona yumuşaq söz söyləyin ki, bəlkə xatırlayar, bəlkə öyüd nəsil edər, qorxar. Baxın dəyərli qardaşlar, belə bir tağut olan, özünə ən böyük Rəbbini zəmləyən insana, Allah Azze ve Celle 2 böyük Peyğəmbərinə ona yumuşaq dil ilə danışmasını əmr edirsə, düşünün ki, biz necə olmalıyıq. Onun üçündür ki, müsəlmanlar hikmətli olmalı və bu məsələni hər kəs tanıdığı insanın halını bildiyi üçün ona görə deməlidir.